Deməli biz masazırdayıq. 3 otaq, qopçalığı. Əvvələn də demək edir. 82.000 manata. Tam əşyalı. Bax, kişi burada yaşayır. Satma qərarına düşüb. Bax, bir maşınlıq da yeri var. Sizə hər şey olduğu kimi bir də bir izah edirəm. Bax, diqqətlə qulaq asın. Videonun əvvəlinə qiymət dedim. 82.000 qopçalığı 3 otaq. Çox xahiş edirəm. Bizə ilkin olaraq baxan adamlar bunu paylaşsın. Sizin paylaşmağınızla vəziyyətli bir şey deyil. Azca bir dostunuza, qohumunuza dəstək olursunuz. Bir ev satanın diş alınır, alanın diş alınır. Ona görə belə arada da boşluq var. Yəni elə şey eləməyib. Yəni bu kişi üçün bunu için doldurur. Bax, kombisi var. Hər şeydə yəni yaşamaq üçün tam evdə. Bax, geniş bu qəşəng belə dəhlizi var. Təzədən yəni aynə bu üstü axtarmayasınız. Bax, sağ tərəfdə girən kimi bax belə televizor. Bax, evdə nə görsə qalır. Bax, kondisioner, bax, televizor, bahalı televizor almışam deyir. Bax, bu gördüyünüz mebellərdə hamısı bu evdə qalır. Bax, belə. Bu da sol tərəfdə yenə mətbəxdir, həyətə baxır. Bax, burada nə görsəz qalır. Elektronik qarşı, xaladelnik, paltaryan. Bax, belə bu vəziyyətdə hamısı qalır. Və burada bir dənə geniş, işıqlı, yəni həyətə baxan, yəni küçəyə baxan pəncərəsi var, bax belə. Mebeldir, bu da mebel. Tam əşyalı vəziyyətdə, 82.000 manat, qupçalı, 3 otaq. Bax, bu da sanitar qoşu, hamısı da Gülbənən, yəni Türk firmasının mallarıdır. Kim istəyirsə tələssin, paylaşsın, çox xahiş edirəm, bax belə. Çox gözəl bir evdir, bax burada paltar şkaflarıdır. Bax belə. Çox gözəl, çox bir dəqiqə indiki bazar qiymətinə çox əla qiymətə verir. Kim istəsə bizimlə əlaqə saxlasın. Sağ olun, salamat qalın. Hər şeydə evlərdə qupçaq var. Gözəl, gözəl axsaq, əla. Bazarda belə şey mən yoxdur, bax bir dəqiqə. Hər şey demişəm, hamısını qeyd elədim. Sağ olun, salamat qalın.